Bismillahirrahmanirrahim. Allahümme sallallahu Muhammed ve ali Muhammed. Bu Əhl-i Beyt gəmisidir. Altdakı postament ayrıdır. Bunlar iki hissədən ibarətdir gəmi. Yəni gəmi ilə postament ayrı-ayrıdır. Postamentdəki bu 7 dənə dalğa, bu 7 dalğadır. 7 göy, 7 yer deməkdir. Burada 14 dənə qapıdır, 8 dənə qapıdır. Bunlar. Cənnətin 8 qapısı deməkdir. 14 dənə pəncərədir. 14 məsum deməkdir. Və bu axırıncı ağ İmam Zaman əleyhissalam nəzərdə tutulubdur. 5 dənə yelkəndir. Əhl-i Beyt deməkdir. 3 ay müddətinə işlədim bunu. Dayanmadan, gecə gündüz demək olar ki, yuxu görmədim. İşlədim, yekunlaşdırdım günləri. 47.000 dənə kibritdən istifadə olundu. 17 kilo kley. 700'e yaxın, 700'dən bəlkə biraz çox ola bilər də. Kardondan istifadə olundu. Kılıncın birində la fata illa ali, la sayfa illa zülfüqardır. Birində də İnnallaha ma'as sabirin. Allah səbr edənlərləndir. Ayədir. Elhamdülillah.